Salam millət, mən Elşən. Ümid edirəm ki, hər kəs yaxşıdır. Bu gün alınan əməliyyatın izahı olunacaq. Düşünürəm ki, bu izahlar sizin üçün həm faydalıdır, çünki həm baxaraq qrafikə necə baxmağınız lazım olduğunu və öz etdiyiniz yanlışları bir növ düzəltməyiniz üçün çox effektiv ola bilər. Deməli millət, bu gün açıqcası bir qismət, yəni çünki bu gün mən əməliyyat almaq deyə bir planım yox idi. Heç uyğun olmayan bir ortamdaydım və təsadüf əsasında telefonu tam olaraq əlimə götürdüyüm ərəfədə, yəni əlimə götürdüyüm ərəfədə bizim entry saatımız var. Həmin saatlardaydı. Ə, və bir əməliyyat statisiyası anlıq olaraq, yəni qısa bir müşahidəmə əsasən gördüm. Çünki şablonik hərəkət idi, yəni xüsusi bir beyin yorucu bir şey etmirdi. Ə, və BIAS-ı dünəndən təyin etmişdim. Bir növ beynimdə canlandırdığım planı demək olar ki, edirdi. Və orada bir əməliyyata daxil olduq. Həmin əməliyyatda bir dəqiqə gəlin sizə ümumi mentorshipi göstərdim. Çünki üzr istəyirəm, mentorship yox, ümumi public qrupu göstərdim. Çünki public qrupa həm mən atmışdım, həm tələbələrimiz həmin qrupa əməliyyatlarını göndərmişdi. Ona görə ekstra olaraq burada fon keçən oldu həmin əməliyyatdan. O tələbələrdən oldu, düzdür. Fon keçən də oldu bu gün əməliyyat. Yəni gözəl əməliyyat oldu, onu demək istəyirəm. Burada belə bir əməliyyatlar alındı. Bu qalxışlar və sair bunlar baxdıqda əslində gözəl əməliyyatlardır. Yəni hər kəs alıb, mənim aldığım. Hər kəs yəni gözəl əməliyyat alıb deyə düşünürəm. Sonra yəni belə ümumi baxdıqda bu düşüşü də izah edərəm. E, Bir tələbəmiz 19 var. Maşallah. Nəysə, millət keçək deməli. Bu videonu əslində mən ikinci dəfədə çəkirəm, çünki digər çəkdikdə açıqcası mentorship görsəndiniz, yanlışlıqla mentorshipin içərisinə daxil oldum. Ona görə təzədən editləməmək istəmirəm deyə, şəffaf şəkildə paylaşmaq istəyirəm deyə yenidən sıfırdan çəkdim. Nəysə. Deməli millət, Qızılda belə bir əməliyyat oldu. Bu əməliyyatı bir dəqiqə high time frame-də izah edəcəm. Deməli millət, burada bizim üçün lazım olan situasiya əslində 4 saatlıqdan fərqli də time frame-ə baxılıb. Bunları da lap göstərərəm. Deməli, 4 saatlıq time frame-ə diqqət etsəniz, market burada nə edib? Birinci olaraq öz yanındakı lovları təmizləyib. Bu exonetic video olaraq öz yanındakı lovları təmizləyib və buralarda yığılmış ekol lovları təmizləyib. Yəni bu qədər düzdür, uzun diapazonda əslində baxmağın çox da tərəfdarı deyiləm, amma bu qədər böyük time frame-də ola bilər. Əslində belə bir situasiya isə bir saatlıq time frame-ə keçirik 4 saatdan sonra. Bura diqqət etsəniz, hətta buranı kəsim, e, tam olaraq necə olduğu ərəfəyə qədər baxaq. Belə bir görünüş var hal-hazırda. Burada baxdıqda ilk olaraq nə görürsüz? Bir düşünün. Yəni YouTube-da mən bu haqqda çox danışmışam. Əməliyyatlarımın çoxu da bunların üzərində olur. Burada nə görürsüz? Düşündünüzsə, cavab verdinizsə millət, mən sizə deyim. Akkumulyasiya görürük. Bura manipulyasiya olaraq görürük, düzdürmü? Bizim üçün nə qalıb hal-hazırda? Distribution. Yəni qalmış situasiya budur. Açıq şəkildə lovlar da manipulyasiya edib, buranı turtle suplayıb və buradan yüksəlməsini gözləyirik marketin. İndi diqqət etsəniz, düşünərsiniz ki, bura adi bir yerdirmi? Yox, millət. Məsəl üçün 12 saatlığa baxdıqda bura bir 2 level daxilindədir. Yaxud da ki 8 saata baxdıqda 8 saata daha açıq. Bir 2 levelin daxilindədir. Yəni həqiqətən də önəmli zaman dilimindədir. Yəni boş bir yerdə deyil. Ekstra olaraq millət saatlıq time frame-ə keçdikdə biz nə edirik? Digər paritelərlə marketi müqayisə edirik. Ə, Aktiv paritəmizi. Burada misal üçün Copperlə də baxa bilərik, gümüşlə də baxa bilərik. Deyirəm ki, Copperin rəngin bunun belə olmasına fikir verməyin. Ya da rəngi də sürət şəkildə dəyişin. Bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. Tamam. Tam ağ oldu da gözümü ağrıdır. Demək millət, bura diqqət etsəniz, baxın burada nə görürsüz? Bax, bir dənə özünüz baxın. Marketin lovları, bax bu lovları, bu lovu almayıb burada. Görürsünüzmü? Copperdə bu lov alınmayıb. Burada isə alınıb. Açıq şəkildə bir SMT formalaşıb. Və yaxud da gümüşlə baxaq. Ə, Gümüşlə baxdıqda nə görürük burada? Market bax bu lovları görürsünüzmü? Almayıb. Gümüşdə almayıb. Amma burada alınıb. Burada artıq saatlıq time frame-də nə formalaşmış olur?
SMT harda 2 level daxilində, yəni önəmli bir səviyyədə bir SMT formalaşmış olur. Previous təmizlənib. Bu bizim üçün artıq marketin qalxacağın ki, saatlıqda IMD formalaşıb. Ən azından IMD-nin bax hayına qədər ən azından marketi saxlamaq olar. Ən azından. Burada dediyim kimi təsdiqlər əsasən günlükdə alınmışdı məndə, amma bu şəkildə YouTube-da olan dərslərə əsasən bilirsiniz ki, izahları bunun üzərinə verirəm. Demək buradan artıq bizim ön yargımız marketin açıq şəkildə yüksəlməsidir. Çünki bütün təsdiqlər verilib. Və biz keçirik buradan daha kiçik time frame, yəni 4 saatlıq təsdiqimiz var. Saatlıq da təsdiqimiz var. 15 dəqiqədə burada açıqcası bir situasiya yox idi. 15 dəqiqəlikdən çox mövzuya girməyəcəm. Çünki gəlin ona 5 dəqiqəlik time frame-də baxaq. Demək millət, burada siz bir dənə zəhmət olmasa buranı da düşünün. Mən burada nə demişdim sizə? Bax, çox diqqətlə düşünün. Belə bir görünüşə sahibdir. Və bir dəqiqə. Aha. Belə bir görünüşə sahibdir. Mən burada sizə tam olaraq nə demişdim? Enter etmək olarmı burada? Bu cür sərt düşüşdən sonra. Bax, demişdim ki, bu cür sərt düşüşdən sonra burada olan FVG-nin reaksiyasını görmək lazımdır. Ya market lovu təmizləsin, yüksəlsin, ya da ki, ya da ki, market düşsün, lovu götürə bilməsin, düşsün. Yəni buradakı FVG-nin reaksiyasını görməliyik. Aydınmı? Burada misal üçün açıq şəkildə bizim üçün nə var? Bir boşluq var, bir FVG var. Və bu FVG-nin reaksiyasını biz görməliyik. Bu videonun mən FVG-ni necə istifadə edirəm videosunda var. Düzdür, mən risk eləyib əməliyyata buradan daxil olmuşdum. Buradan. Amma daha gözəl olar ki, əməliyyata həqiqətən buradan daxil olasınız. Tam olaraq buradan. Reaksiyadan gördükdən sonra. Və burada deyirəm ki, enter ediriksə stopumuzu bunun altına qoya bilərik artıq. Hədəfimiz də yüksək time frame-lər. Aha. Daha yüksək time frame-də təyin etdiyimiz istiqaməti təyin etdiyimiz yerə qədər apara bilərik. Deyirəm ki, bu şəkildə bir enter etdik. Bir dəqiqə. Hı -hı. Belə bir enter etdik. Burada bizi əməliyyata aldı. Və aldıqdan sonra market burada yavaş-yavaş, yavaş-yavaş, yavaş-yavaş yüksəlir. Bu şəkildə. Dediyim kimi, əsas burada diqqət etməli olduğumuz situasiya high time frame-də təsdiq almaqdandır. Artıq buradan sonra %100 break-even olunur. Hətta stopları buralara qədər daşıya bilərsiniz, bu lovlara və s. Və buralardan artıq take profit alındı. Demək millət, enter edən zamanı nələrə diqqət etməlisiniz? Bir növ beyninizdə bir hekayə formalaşır. Burada short situasiyasını izah etməyəcəm açığı, çünki əsasən hər kəs long versiyasını almışdı. Ona görə düşüşü çox da izah etməyəcəm və yaxud da gümüşdə olan əməliyyatı izah etməyəcəm. Çünki həm gümüşdə, həm burada alınmışdı. Ekstra olaraq Nasdaq-da alınmış əməliyyat var idi. Nasdaq-da alınmış əməliyyat da izah etməyəcəm. Long versiyası çox gözəl idi Nasdaq-da. Bir dəqiqə. Aha, burada. Okay. Düşüş alanlar da var idi. Düşüş alanlar da çox gözəl şəkildə market dəyərləndirmişdir. Long alanlar da var idi. Yəni belə bir qrafik idi. Bu gün ümumiyyətcə bu şəkildə keçib. Yəni market həm düşüş alanlar, həm qalxış alanlar düşünürəm ki, gözəl nəticə əldə ediblər. Yəni qrafik həqiqətən bu ərəfələr çox da özünü yormur. Yəni çox da çətin keçmir. Bu qədər millət. Həqiqətən sizə faydalı oldusa, videoların davamının gəlməsini istəyirsinizsə, öz dəstəyinizi əsirgəməyin. Dəstək də, yəni mənə dəstək YouTube kanalından sadəcə o ola bilər ki, motivasiya məqsədli yorum və yaxud da geri dönüş. Yəni başqa bir şey yox. Bu qədər millət. Hər biriniz Allah'a əmanət.